Deməli uşaqlar, bugünkü dərsimiz Amerikada. Danışaq Amerikadan görək, Amerika harda yerləşir. Biz bilirik ki, dünyada 6 materik var. Avropa, daha doğrusu qitə var. Avropa, Asiya, bura Aralıq dənizi, bura isə Afrika. Bizə lazım deyil Antarktida, Avstraliya, bunlar bizə lazım deyil. Bizə lazımdır Atlantik okeanı və Atlantik okeanının bu bir tayında Şimali Amerika və Cənubi Amerika. Deməli biz 6 materik, 6 qitənin olduğunu bilirik. Qitə kimi böləndə Avropa qitəsi ayrı, Asiya qitəsi ayrı, Afrika qitəsi ayrı, Antarktida ayrı, Avstraliya ayrı, amma Amerika bir dənə olur. Amma materikə çevirəndə Amerika ayrılır, Şimali Amerika, Cənubi Amerika, bunlar birləşir olur Avrasiya. Afrika, Avstraliya, Antarktida həm materik, həm qitə kimi qalır, adını dəyişmir ki, bu bizə lazım deyil. Biz sadəcə Amerikanın yerini bilməliyik. Biz bilirik ki, Avropada Portuqaliya, İspaniya adlı bir dövlətlər var idi. Bu dövlətlər Rekonkistanın gedişatında 13-15-ci əsrlərdə yaranmış. 13-cü əsrdə Portuqaliya, 15-ci əsrdə isə İspaniya. Bunlar Hindistana gedən dəniz yolunu axtarmaq adı ilə coğrafi kəşflərə başlamışdılar. Amma gəlib Cənubi Amerikanı da tapmışdılar. Deməli, Cənubi Amerikanı İspanlar tapmışdı və Portuqallar Hindistanı tapmışdı. Samitlə Samiti yadımızda saxlayaq. Hindistan Samitlə başlayır, Portuqaliya da Samitlə başlayır, İspaniya Saitlə başlayır, Amerikada Saitlə başlayır. Və Amerikada Braziliya, Portuqaliyaya qalmışdı. Qalan ərazilərin hamısı isə İspaniyaya qalmışdı. Çıxaq Şimali Amerikaya. Bəs Şimali Amerikanı kimlər yaradıb? Şimali Amerikanı isə İngilislər yaratmışdı. Hansı İngilislər? Kasıb İngilislər. İngiltərə öz ərazisində olan, dini sıxışdırılan, torpağı əllərindən alınan İngilisləri apardı, Şimali Amerika torpaqlarında yerləşdirmiş oldu. Amerikanın isə yerli əhalisi Hindular idi. Coğrafi kəşflərdə Christopher Columbus gedib oranı tapmış, oranı Hindistan, əhalisini isə Hindu adlandırmışdı. İngiltərədən köçüb ora gedən əhali köç eləmələrinin səbəbi dinləri sıxışdırılırdı, torpaqları əllərindən alınırdı. Getdilər ora, oradakı yerli əhali ilə dalaşdılar. Dalaşdıqca da təbii ki, Hindular məhv olurdu, yerli əhali məhv olurdu. Hinduların bir qismi də qərbə doğru çəkilirdi. Hindular ya məhv olunurdu, ya qula çevrilirdi. Təbii ki, onlar da məhv olmağı daha üstün tuturdular. Ona görə ki, öz ölkələrində qula çevrilmək istəmirdilər. Bunun nəticəsində Afrikadan 1619-cu ildə demək Amerikaya çoxlu qul gətirəcək hansı ölkə? Hollandiya. Amma biz görək ki, İngilislər bura nə vaxt köçürüldü? 1607-ci ildə Şimali Amerikaya ilk İngilis köçü getdi və orada Virginia şirkəti tərəfindən İngiltərənin Virginia şirkəti tərəfindən burada ilk koloniya yaradıldı. Koloniya ilk dəfə dünyada Finikiyalara aiddi 16-cı əsrdə. Sonra 8-ci əsrdə Yunanlara aiddi. Bir də indi İngiltərədə eşitirik ki, Amerikada öz koloniyalarını yaratmış oldu. Koloniya başqa dövlətin ərazisində demək torpaq tutmaq, orada özü üçün məskən salmaq anlamındadır. Amma bura ilkin İngilislər getsə də dalıycan sonra Avropadan çoxları getdi. Məsələn, fransızlar getdi, İspanlar getdi, Portuqallar getdi, Almanlar getdi, Hollandiya getdi, İsveç getdi. Burada Baltik dənizinin sahilində İsveç dövlət var, İsveç getdi. Yəni Amerikada təkcə İngilislərin deyil, bir çox Avropa dövlətlərinin də koloniyaları salınmış oldu. Amma ən çox koloniya 13 dənəsi İngiltərəyə məxsus idi. Bu kolonistlərə təbii ki, İngiltərə nəzarət edirdi. İngiltərənin nəzarəti var idi koloniyaların üstündə. Zaman keçdikcə kolonistlər burada əkib becərir, özləri üçün torpaq sahələrini genişləndirir, varlanır və İngiltərəni sözün əsl mənasında saymırdılar. Ona görə də İngiltərə bundan hələ 1619-cu ildə Hollandiyanın bura Afrikadan çoxlu qul gətirməsi İngiltərə narahat elədi ki, Hollandiyanın Amerikada mövqeyi möhkəmlənə bilər. Ona görə də 1619-cu ildə İngiltərə koloniyalarına bağlı assambleya, yəni qanunverici bir orqan yaratdı ki, həmin assambleya koloniyalar sırf İngiltərənin qanunları, İngiltərənin çərçivəsi, İngiltərənin istədiyi kimi idarə olunacaqdı ki, koloniyalar da buna heç nə demirdi.
Sonra eşitəcək ki, İngiltərə başladı kolonistlərin güclənməsindən narahat olduğu üçün onlara qadağalar qoymağa. Məsələn, onların dəmir məmulatlarının hazırlanmasını məhdudlaşdırdı, qadağa qoydu. Hətta onlar ki, silah hazırlayırlar, parça toxunmasını aparıb satıb pul qazanırdılar. Sonra kolonistlərin qərbə doğru hərəkətini, çünki qərbdəki torpaqlar daha əlverişli idi, həm də İngiltərədən uzaq olurdu. Qərbə doğru hərəkət eləməsinin qarşısını aldı, qadağalar qoydu onlara. Avropa ilə ticarətdə məhdudiyyət qoydu onlara. Qeyd edim ki, kolonistlər istehsal elədikləri məhsulları gətirib Avropada satırdılar. Bir dənə liman var idi burada, Boston limanı. Ancaq o liman vasitəsilə və İngiltərənin gəmiləri vasitəsilə kolonistlər gətirib Avropada öz məhsullarını sata bilirdilər. Hətta İngiltərə öz məhsullarını gətirib koloniyalarda satıb, təbii ki, çoxlu pul əldə edə bilirdi. Yəni koloniyaların İngiltərəyə xeyri o idi ki, İngiltərə öz məhsullarını orada sata bilirdi, həm də öz ağalığını Amerikada təmin edə bilirdi. 18-ci əsrin ortalarında artıq kolonistlər üçün İngiltərə parlamenti qərar qəbul elədi ki, başqa ölkələrlə ticarəti məhdudlaşdırılsın, ələxüsus da Fransa və Hollandiya mallarına yüksək vergi qoyulsun və bundan narahat olurdu kolonistlər təbii ki, amma heç nə demirdilər. 1765-ci ildə möhür qanunu verildi. Möhür qanunu elə bir ki, koloniyaların nəşr etdirdiyi hər şeyə görə İngiltərəyə vergi verməlidir və İngiltərə koloniyaların nəşr etdirdiyi hər şeyə baxacaq, həm də onlardan vergi alacaqdı. Amma kolonistlər öz aralarında qəzetlər, jurnallar nəşr edib yayırdılar. Onlar İngiltərədən öz narazılıqlarını bildirirdilər axı biri-birinə. Əgər o qəzetlər, jurnallar İngiltərənin əlinə keçsə, İngiltərə qoymayacaq axı bu qəzetlər nəşr olunsun. Vergi adı altında möhür qanunu tətbiq olundu. Həmin möhür qanununa görə İngiltərənin möhrü vurulmalı idi mütləq. Bu da təbii ki, narazılığa səbəb oldu. Bax, birdən də qeyd gəlirəm bura. Şimali Amerikanı ingilislər yaradıb, təkcə İngiltərə deyil, Avropanın demək olar ki, bütün dövlətləri, çox dövlətləri bura gəldi. İspanlar gəldi, fransızlar gəldi, hollandlar gəldi, İsveç gəldi, İngiltərənin özü gəldi, Portuqaliya gəldi, gəlib burada koloniyalar yaratdılar. Amma ən çox koloniya, yəni məskənlər İngiltərəyə aid idi. Boston limanı vasitəsilə kolonistlər istehsal etdiyi məhsulu aparıb Avropa dövlətlərində satırdılar. Eləcə də İngiltərə öz məhsullarını gətirib koloniyalara sata bilirdi, böyük gəlir əldə eləyirdi. Koloniyalara demək İngiltərə nəzarət eləyirdi. Yerli əhali hinduları kolonistlər ya məhv edirdilər, ya öldürürdülər. Ondan bir çoxu qərbə doğru çəkildilər ki, hindular uzaq olsunlar ingilislərdən, kolonistlərdən. Amma hindular ya məhv olunurdu, ya da qula çevrilirdi. Təbii ki, onlar məhv olunmaq seçdiyi üçün ölkədə işçi qüvvəsi azalırdı. Ona görə də Afrikadan 1619-cu ildə İlk dəfə olaraq Amerikaya qullar gətirildi Hollandiya şirkəti vasitəsilə. Bu da İngiltərənin xoşuna gəlmədiyi üçün 1619-cu ildə kolonistlər üçün assambleya yaratdı. Assambleya qanunverici orqanı idi. Rəhbər ingilis olurdu, tərkib kolonistlərdən olurdu və İngiltərənin qayda qanunu çərçivəsində idarə olunurdu. Kolonistlərin güclənməsi İngiltərəni narahat elədiyi üçün İngiltərə onlara qadağalar qoydu. Qərbə doğru çəkilməyə qadağan elədi. Ərazilərində dəmir parça istehsalını qadağan elədi. Avropa dövlətlərindən geniş ticarəti qadağan elədi. Kolonistlərin ərazisində ingilis qoşunu yerləşdirildi. Həmin o ingilis qoşunlarını kolonistlər evlə, belə deyək, geyimlə, hər şeylə təmin eləməli idi. Lakin 1765-ci ildə möhür qanununun verilməsi kolonistləri narahat etdiyi üçün onlar New Yorkda konqres keçirdilər. Həmin konqres əsasən İngiltərədən gələn malları almamaq, İngiltərəni boykot eləmək, İngiltərənin qoyduğu vergi sistemini tanımamaq kimi təkliflər irəli sürdülər. Bunu eşidən İngiltərə həmən hərəkətə keçdi. Burada olan hinduları, yəni sağ qalan hinduları öz tərəfinə çəkmək üçün Hindistandan gəmilərə çay vurdu, gətirdi, gəldi. Hindulara dedi ki, çox ucuz qiymət sizə çay verəcəm. Bu xəbəri eşidən kolonistlər də hinduların geyimlərini geyinib
gəmiyə girdilər. Bütün gəmidə olan çayları Boston limanına tulazladılar. Bu da tarixə daxil olub 1773-cü ildən Boston çay qonaqlığı kimi. Əslində İngiltərə hinduları öz tərəfinə çəkmək istirdi, amma bundan xəbər tutan kolonistlər bütün çayları Boston limanına tökdülər. Boston çay qonaqlığı 1773-cü ildə baş verdi. Austin şirkəti, yəni İngiltərənin şirkətinə böyük bir zərbə vuruldu. Qəzəblənən İngiltərə Boston limanını bağladı. Onların dənizlərdə ticarətinə qəti qadağa qoydu. Amma bu qadağa artıq kolonistlər üçün keçərli deyildi. Bununla da Amerika tarixində 1775-1783-cü illəri əhatə edən birinci istiqlaliyyət müharibəsi başlandı. İstiqlaliyyət sözünün mənası azadlıq deməkdir. Yəni kolonistlər, yəni Amerikalılar ingilislərdən, kolonistlər də ingilisdir, amma gedib artıq Amerikalı olublar. Amerikalılar ingilislərdən canlarını qurtarmaq üçün birinci istiqlaliyyət müharibəsi başladı. İstiqlaliyyət müharibəsinin içində təbii ki, İngiltərəni, yəni Amerikalılardan gedir söhbət, hamı bu müharibədə iştirak eləmək istəmirdi. Bir qismi İngiltərə kralını istirdi, bir qismi isə azadlıq istirdi. Bu da təbii ki, daxildəki çəkişmələrdən səbəb ola bilirdi. Çünki daxildə hamı azadlıq istəmirdi. Bir qismi deyirdi ki, elə İngiltərə nə deyir, düz deyir. Ona görə də daxili çəkişmələr də var idi bunların arasında. Amma əsas məsələ odur ki, birinci istiqlaliyyət müharibəsi Amerikanın qalibiyyəti ilə qurtaracaq. 1775-1783-cü illərin arasında bizə lazımdır 1775-ci il, 1776-cı il, 1777, 1778, 1780, 1781 və 1783-də artıq Versalda sülh imzalanacaq. Buna Parisdə deyirlər. Çünki Fransanın şəhəridir, Fransanın sarayıdır. Sülhü imzalandı. Gələk 75-də. 75-də müharibə başladı. Müharibə başlayacaq Lexington döyüşü ilə. Lexington döyüşü ilə başlayacaq. Döyüşdə Amerika qalibdir. Hamısında ümumiyyətlə Amerika qalibdir. Amerika qalibdir. Və 1776-cı ildə Thomas Jeffersonun rəhbərliyi altında Amerikada olan bütün koloniyalar birləşib Amerika Birləşmiş Ştatlarını yaratmış oldu. İlk dəfə olaraq dünyada İstiqlal Bəyannaməsi imzalandı. İstiqlal Bəyannaməsi iki ölkədədir. Bir Amerikada, bir də Azərbaycanda. Azərbaycanda isə 1918-ci ildədir. 1776-cı ildə İstiqlal Bəyannaməsi imzalandı. 4 iyulda İstiqlal Bəyannaməsinə görə demək Amerika Birləşmiş Ştatları yarandı. Amerika xalqın hakimiyyəti, yəni hakimiyyətin mənbəyi xalq idi, hamı bərabər hüquqlu idi və bunu yaradan 13 dənə İngiltərənin koloniyası oldu və İstiqlaliyyət Bəyannaməsi ABŞ-ın yarandığını elan etdi. Müharibə davam edir. 1777-ci ildə Saratoga döyüşü oldu. Həmin Saratoga döyüşündə təbii ki, qalib artıq Saratoga, qalib ABŞ oldu. Biz ABŞ sözünü 76-dan sonra eşidirik. 76-ya qədər nə baş veribsə sadəcə Amerikaya aiddir. 76-dan sonra baş verənlər isə ABŞ-a aiddir. 77-ci ildə Saratoga döyüşü oldu. ABŞ ordusu qalib gəldi və bununla da Amerikanın beynəlxalq aləmdə adı, nüfuzu genişləndi. Dedilər ki, ABŞ İngiltərəni məğlub elədi. Axı İngiltərə məğlub eləmək hər adamın işi deyildi. Bu zaman Amerikanın Konqresinin rəhbəri olan Benjamin Franklin durdu getdi Avropaya ki, gedib Avropadan İngiltərəyə qarşı özünə müttəfiq axtarsın. Təbii ki, Avropada İngiltərənin düşmənləri var idi. O düşmənlərin quruda Fransanın adını çəkirik. Fransa, suda isə Hollandiyanın, İspaniyanın adını çəkə bilər ki, dənizlərdə İngiltərənin rəqibi bunlar idi. Ən çox quruda da Fransa idi. Və elə ABŞ-ı tanıyan ilk dövlət də Fransa oldu. Benjamin Franklin durdu getdi, dolların üstündə şəkli olan kişidir. Durdu getdi Fransaya, Avropaya, Fransa, Hollandiya və İspaniya ABŞ-ın müstəqilliyini tanıdı. İngiltərəyə qarşı ona qoşuldular.
Eğer ki Rusiyada qoşulsaydı, İngiltərə blokadaya alınardı, heç kimlə ticarət eləyə bilməyib məhv olardı. Amma 1780-ci ildə bax getdi, Fransa, İspaniya, Hollandiya onun müstəqilliyini tanıyıb İngiltərəyə qarşı ona kömək elədilər. 1780-ci ildə Rusiya bitərəf oldu. Əgər Rusiyada qoşulsaydı, İngiltərəni boykot eləmək mümkün olardı. Amma Rusiya dedi ki, mən qoşulmuram, mənim Avropada əsas məqsədim ticarət eləməkdir, ona görə də qoşulmayacağam. 1781-ci ildə isə demək təzədən ABŞ-la İngiltərənin arasında Yorktown döyüşü oldu. Yorktown döyüşü, həmin döyüşdə də ABŞ qalib gəldi. Bir dənə söz deyim uşaqlar, Lexington döyüşü, bir də Concord döyüşü var. Concord döyüşü var 75-də. Bunların ikisində də Amerika qalibdir. Concord ən çox. Ümumiyyətlə bunlar belə deyim də dimin testlərinə düşmür, amma düşər də birdən lazımımız olar. 75-ci ildə Lexington, Dalcanı, Concord döyüşü olmuşdu. İkisində də Amerika qalibdir. Ümumiyyətlə döyüşlərin hamısında, bir bu döyüşdür, bir Saratoga'dır, bir Yorktown, hamısında İngiltərə məğlubdur. Amma burada Amerika'da 76'dan sonra Saratoga'dan Yorktown'da isə ABŞ qalib gəldi. Yorktown döyüşündən sonra artıq İngiltərə başa düşdü ki, mübarizə aparmaq mənasızdır, təslim olmaq lazımdır. Bu qələbə Amerikanın uğurunun ən böyüyü oldu. Çünki müharibənin taleyi ABŞ-ın xeyrinə həll olunmuş oldu. Bir də qeyd edirəm, 75-83-də müharibə başladı. 75-də Lexington, Concord döyüşləri oldu. Amerika qalib. 76-da 13 koloniyanın birləşməsi ilə ABŞ yarandı. Thomas Jefferson yaratdı. İstiqlal bəyannaməsidir. 1777-də Saratoga döyüşü oldu. ABŞ qalib. ABŞ-ın üstünlüyü tanındı. Beynəlxalq aləmdə ilk Fransa tanıdı onu. Sonra İspaniyadan Hollandiya. 80-də Rusiya qoşulmadı, bir tərəf qaldı deyən İngiltərəni boykot eləmək olmadı. 81-də Yorktown döyüşü oldu. Həmin döyüşdə yenə də Amerika qalib gəldi. Və 80 Amerika, bax Saratoga'da nüfuzu artıb, Yorktownda İngiltərə təslim olub. Müharibə sona çatdı. 1783-cü ildə danışıqlara gedirlər. Həmin danışıqlar Fransanın Paris Versal sarayında baş tutacaq. Danışıqlara görə İngiltərə ABŞ-ı tanıdı. Amma ABŞ-ı tanıyan ilk dövlət Fransa idi. İngiltərənin əlində olan dövlət, elə bir ki, İngiltərə hansısa bir dövləti tanıyıbsa, ona ancaq dominion hüququ verə bilər də, özünü idarə hüququ. Yeganə dövlət ABŞ-dır ki, ABŞ-ın müstəqilliyini tanıyıb. Baxın, ABŞ-ı tanıyan ilk dövlət Fransadır. Yəni ABŞ yarandı. Onu ilk tanıyan dövlət Fransadır. İngiltərənin ilk tanıdığı dövləti isə ABŞ-dır. Yəni İngiltərə ABŞ-a qədər heç bir dövlətin müstəqilliyini tanımamışdı. İlk tanıdığı dövlət isə müstəqilliyini tanıdığı dövlət ABŞ idi. ABŞ müstəqilliyini tanıdı. Allegan dağlarından Mississippi çayına qədərki ərazilər hamısı Amerikaya verildi. Bir dənə burada Kanada var. Kanadanı İngiltərə saxladı özündə. Bax, sülhün əsas şərti budur. ABŞ tanındı İngiltərə tərəfindən, Kanada İngiltərədə qaldı. Niyə? Çünki Kanada Fransanın koloniyası olub. 1756-1763-cü ildə 7 il müharibə olmuşdu İngiltərə və Fransanın arasında. İngiltərə Fransanı məğlub eləyib, Amerikada Kanadanı, Hindistanda da Benqaliyanı Fransanın əlindən almışdı. Ona görə də İngiltərə dedi ki, mən Kanadanı Fransadan özüm almışam, bu Fransanın koloniyası olub, mən almışam bunu Fransadan. Ona görə də bunu heç kimə verilmək istəmirəm. Bugün ərazisinə görə dünyada ikinci ölkədir Kanada. Sülhün şərti nədir? Kanada qaldı İngiltərədən. İngiltərə ABŞ-ın qalan ərazilərdə müstəqilliyini tanıdı. Bir də Allegan dağlarına, Mississippi çayına qədər bütün ərazilərin ABŞ-a aid olduğu bilindi. Keçək ABŞ-ın siyasətinə. Neynədi Amerika? 1787-ci ildə konstitusiyasını qəbul elədi. Konstitusiyasına görə ilk dəfə olaraq dünyada hakimiyyət 3 yerə bölündü. Qanunverici, icra edici, məhkəmə. Qanun verən konqrensdir. İcra edən prezidentdir. Məhkəmədə oturan hakimdir. Konqrens də bölünür 2 yerə. Yuxarı palata, yəni varlılar, aşağı palata, yəni kasıblar. Belə el dilində deyək də. Yuxarı palataya hər ştatdan 2 nəfəri konqrens özü seçirdi. Aşağı palataya isə ştatdakı əhalinin sayına görə əhali kim istəsəydi seçə bilərdi. Konqrens qanunverici orqandır.
Konqresdə 2 dənə qanunverici orqan oturur. Varlılar üçün, kasıblar üçün. Yuxarı palata, aşağı palata. Yuxarı palatadan 2 nəfəri konqres özü seçir. Aşağı palatada isə ştatdakı əhalinin sayına görə əhali özü seçir, göndərir. Nə gözəl. Üzvləri xalq seçirdi. Nə gözəl. Keçdik prezidentə. Prezident 4 ildən bir seçilirdi. Bütün xarici məsələlər hamısı onun idi. İşi gücü verilən qanunları icra eləmək idi. Hərbə baxırdı, dövləti idarə eləyirdi. Verilən qanunlara veto deyə bilirdi. Məsələn, bunlar qanun verir, prezident baxır ki, o qanun çərçivəsində dövləti idarə eləyə bilər, bilməz. Edə bilməzsə veto deyə bilirdi. Keçdim məhkəməyə. Məhkəməyə hakim baxır. Hakimi prezident seçir, konqres təsdiqləyir. Özü də ömürlük. Məhkəmənin işi nədir? Qanunları qorumaq. Yəni, verilən qanunların konstitusiyaya uyğun olub olmamağını yoxlamaq, nəzarət eləmək və o qanunlara riayət eləmək idi. Qeyd edim ki, uşaqlar, burada sizdə yuxarı və aşağı palata ikisi də seçiləndir ya. İkisi də yəni seçilir. Eləcə də ikisi seçilir deyəndə necə? Yuxarı palata yox. Aşağı palatanın prezidenti əhali seçirdi. Qeyd edim sizin üçün ki, bizə testə düşəcək ki, yuxarı palatanı kim seçirdi? Deyəcək ki, konqres, yəni senat seçirdi. Hər ştatdan 2 nəfəri özləri seçirdi. Amma aşağı palatanı cəmaət seçirdi. Prezidenti də cəmaət seçirdi. Demək, seçki yolu ilə cəmaətin seçdiyi əsasən demək, biri aşağı palatadır, bir də prezidentdir. Bunları cəmaət seçirdi. Üçü də seçilir ha. Sadəcə yuxarını senator özü seçir, aşağı palatanın prezidenti isə xalq seçirdi. Sonra keçək nəyə? Konstitusiya verildi, hakimiyyət bölündü və prezident təbii ki, ABŞ federaldır. Federal sizdə nədir? Var unitar, var federal. Unitar birdən, federal çoxdur. Elə ki, dövlətlə imperiya kimi də dövlət birdən, imperiya çoxdur. Burada da unitar birdən, federal çoxdur. Bəs federal hökumətə də, yəni hökumətin, dövlətin işi gücü nə idi? Dövlətin işi gücü pula nəzarət, orduya nəzarət, vergiyə nəzarət, ticarətə nəzarət. Deməli, dövlətin, hökumətin işi gücü bir pul, valyuta nəzarət eləsin. Bir pul hardan gəlir? Ticarətdən. Ticarətə nəzarət eləsin. Pul hardan gəlir? Vergidən. Vergiyə nəzarət eləsin. Sözə baxmayan da üstünə ordu ilə getsin və ya, qoy belə deyək ki, əsas pula nəzarət eləsin. Pul hardan gəlir? Ticarətdən. Ticarətə nəzarət eləsin. Pul hardan gəlir? Vergidən. Vergiyə nəzarət eləsin. Bəs pulla nə saxlanılır? Ordu. Orduya nəzarət eləsin. Qoy belə deyək ki, hökumətin əsas işi gücü, hökumətin, yəni dövlətin əsas işi gücü bax bu idi. Pul, vergi, ticarət, ordu. İndi prezidentimizi seçək. Bəs ilk prezidentimiz kim oldu? Döyüşə kim rəhbərlik eləyib? George Washington. Bəli, elə George Washington ilk prezidentimiz olacaq. 1789-cu ildə. Yəni, birinci konstitusiyada, sonra prezidentdir. İlk prezident seçildi. Sonra George Washington dedi ki, elə bir konstitusiyaya bir dənə əlavə eləmək istəyirəm nəysə. 1791-ci ildə, 87-ci ildə imzalanan konstitusiyaya bir dənə yox, 10 dənə əlavə olundu. O əlavədən əsas bizə nə lazımdır? Dedi, insanlara söz, vicdan, mülkiyyət, sərbəst toplaşmaq hüququ verək. Yəni, söz azadlığı olsun insanların. Məhkəmənin hökmü olmadan heç kimi həbs eləmək olmasın. Tutaq ki, burada qaralarla ağlar var axı, eləmi? Bir də gördüm, məhkəmə kimi kefi istəyir, götürür, həbs eləyirdi. Məhkəmənin qərarı olmadan dedi, heç kimi həbs eləmək olmaz. Amma nə 1776-cı il İstiqlal bəyannaməsi, nə 1787-ci il ilk konstitusiya, nə 1791-ci il konstitusiyaya əlavə adlanır uşaqlar hüquqlar haqqında bil. Bu cümlə bil qanun deməkdir. Bir İngiltərədədir, bir də Amerikadadır. Nə 1776-cı ildə verilən İstiqlal bəyannaməsi, nə 1787-ci il konstitusiyası, nə də 1791-ci il hüquqlar haqqında bil heç biri hinduları düşünmədi. Kölələr üçün bir dənə də olsun qanun vermədi. Bu ancaq müdafiə eləyirdi, belə desək, kolonistləri. Konstitusiyada uşaqlar 3 dənə əlavə olunub.
Biri 1791'dir. Söz vicdan azadlığı. Biri 1866'dır. Qaralarla ağlar bərabər olub 6-6-ya bərabərdir. Bir də 1913-cü ildə olacaq. Senatoru xalq seçəcək. Bu bizim 17-18-ci əsr abışımız. Nə öyrəndik? Eşitdik ki, Şimali Amerikanı ingilislər yaradıb, kasıb ingilislər yaranıb, get-gedə varlanıblar, İngiltərəni tanımayıblar, İngiltərənin qoyduğu qanunlara qane olmayıblar, vətəndaş müharibəsi, belə deyək, vətəndaş deməyək, əslində vətəndaş da sayılır, bəli, amma indi ABŞ-da vətəndaş deyəndə bunu götürmürük. İstiqlal müharibəsi baş verib, birinci istiqlal müharibəsi, 2 dənə olacaq istiqlal müharibəsi, bu birinci idi. 75-83-də Amerika qalib gəlib, 4 dənə döyüş olub, Lexington, demək, Concord, Saratoga, Yorkdan, 4-ündə də Amerika qalibdir. İkisində Amerikadır, ikisində ABŞ-dır. Və Saratoga'dan sonra nüfuz artıb, Yorkdandan sonra belə deyək, İngiltərə onu tanıyıb, Kanadasız İngiltərə Amerikanı tanıyıb. 87-də dünyada ilk dəfə olaraq hakimiyyət 3 yerə bölünüb, qanunverici icra edici məhkəmə. 89-da prezidentini seçib, 91-də George Washington konstitusiyaya əlavələr eləyib, insanlar söz vicdan mətbuat azadlığı verib. Bu bizim 17-18-ci əsr abışımız. Bir dənə keçək 19-cu əsrin abışına. 19-cu əsr abış. Burada da eşitəcəm. Birinci Thomas Jefferson. Hansı ki o 3-cü prezidentdir bu. İkinci kimdir bilmirik. Birinci George Washington'dur. Hansı ki istiqlal bəyannaməsini imzalamışdı. Adi siyasətçi olandı. Thomas Jefferson. Sonra eşitəcəm ki 1812-14-də növbəti istiqlal müharibəsi. Sonra Monroe eşitəcəm. Sonra 19-un 30-cu illərində abolisionistlər hərəkatı eşitəcəm. Sonra Abraham Lincoln'u eşitəcəm. 3 dənə prezident lazımdır bizə burada. Biri bu, biri bu, biri də bu. Abraham Lincoln'u eşitəcəm və ölkədə vətəndaş müharibəsi görəcəm. Görək nədir bu? Hələ birinci Amerikanın vəziyyətinə baxın. Amerikanın vəziyyəti çox gözəl. Çox gözəl bir Amerika var. ABŞ-ın yaranması ilə Amerika qitəsində qəşəng bir dövlətçilik yarandı. Gözəl. Və Amerika bildirdi ki, dünyaya hər kəs istəsə azad ola bilər. Yəni müstəmləkəçiliyə böyük bir zərbə vurdu. Dedi, bax, mən İngiltərə kimi bir dövlətdən azad oldum. İstəsə, hər kəs istəsə azad ola bilər. Müstəmləkəçiliyə böyük zərbə vurdu. ABŞ inkişaf edən bir ərazidir. Niyə? Çünki Avropadakı dedikodudan uzaqdadır. Amerikanın artıq rəqibi yoxdur, demək olar ki. Sonra Avropadan uzaqda olmasının yaxşı tərəfi odur ki, Avropanın içi elə bir ki, dedikodudur da, davadalaşdı. Amerika bu işdən uzaqda qalır. Yəni, hərbə pul xərcləmir. Əlinə nə düşdü, öz üçün iqtisadiyyatına pul verir. Torpaqları da qəşəngdir, faydalı nemətlərlə torpaqları doludur, müstəqildir, özü üçün burada dövlətlər yaradır. Və Prezident Thomas Jefferson'la danışırıq. Hətta ərazilərini genişləndirəcək, pulla satın alacaq. Hansı ki koloniyalar var idi ya, burada biz ABŞ 13 koloniyana yaratmışıq. Sonra digər Avropa dövlətlərindən də pulla o əraziləri alacaq. Lazım gələndə müqavimət də göstərəcək. Thomas Jefferson necə bir prezidentdir? 1801-dən 1809-cu ilə qədər 2 dəfə prezident seçilir. Prezident seçkiləri 4 ildən biri olur. İndi 1-dən 9-a qədər hesablasasınız 8 ildir də, 4 il öldür, 2 dəfə prezident düşüb. Əslində, əgər ilin sonunda prezident seçilirsə, oktyabr, noyabr, dekabr ayında o növbəti ildən təsdiqlənir. Ta ki, bu 1800-də seçilir, amma 1801-dən götürürük bunu, çünki ilin sonunda olub. Neyniyəcək Thomas Jefferson? Çox gözəl bir prezidentdir. Əsas işi ondan ibarət olacaq ki, ölkəsini inkişaf etdirmək üçün mühüm addımlar atacaq. Həmin addımlardan biri, ölkədəki nə ki siyasi qüvvələr var, ayrı seçkilik eləməyəcək. Hamı ilə başlayacaq yaxınlaşmağa, hamı ilə başlayacaq əməkdaşlıq eləməyə. Yəni, ölkədə ayrı seçkilik eləməyəcək Thomas Jefferson. Birinci işi budur. İkinci işi, bacarıqlı adamları gətirirdi hakimiyyətə. Elə mənim atam nazirdir, mən də nazir oğluyam, belə bir söhbət yoxdur. Dövlət güclənmək üçün bacarıqlı adamlar oturmalıdır hakimiyyətdə. Lap yaxşı. Seçki senzi, senz sizinlə qadağa. Məsələn, bugün bizdə seçki senzi var. Yaşı 18-dən yuxarı olanlar seçkidə iştirak edə bilir.
O seçki senzini ləğv elədi. Dedi səs vermədi. Kimin ürəyi istəyir gəlsin, seçkidə iştirak eləsin. Vətəndaşlara vəziyyətini yaxşılaşdırmaq üçün mühüm addımlardan biri borcu olanların borcu silinəcək, məhbuslara qarşı da yaxşı davranılacaq. Yəni, həm məhbusları, həbsdə olanlar, həm borcu olanlara qarşı çox yaxşı davranılacaq. İstəyəcək ki, köləliyi ləğv eləsin. Afrikadan bura görə nə qədər kölə gətirilmişdi. Köləliyi ləğv eləmək istəyəcək. Düzdür, qulların gətirilməsinə qadağa qoydu, dedi ölkəyə qul gətirilməsin. Amma köləliyi də ləğv eləmək istəyəcək. Axı biz dedik ki, nə İstiqlal bəyannaməsi, nə konstitusiya, nə hüquqlar haqqında bil, kölələri, hinduları düşünmədi. Bu köləliyi ləğv eləmək istəyəcək, amma edə bilməyəcək. Niyə? Çünki şimalla cənubu müqayisə edəndə ən çox kölə cənubda idi. O, yəni alındıra bilmədi. Bu cənub işə mane oldu. Bunu alındıra bilmədi. Deməli, Thomas Jefferson üçün nə işdirəm? Bütün siyasi qüvvələrə eyni gözlə baxdı. Borclu və həbsdə olanlarla humanist davrandı. Hakimiyyətdə bacarıqlı adamları oturtdu. Vətəndaşların vəziyyətini yaxşılaşdırdı. Ölkəyə qul gətirilməsini qadağan elədi. Köləliyi ləğv eləmək istəsə də onu alındıra bilmədi. Seçki senzini ləğv elədi. Əsas odur ki, bir dənə ərazini Fransadan pulla alıb. Haranı? Louisiana ştatı var. Fransanın koloniyası idi Amerikada. Napolyon Avropada işğallar həyata keçirəndə ona pul lazım idi, Napolyona. Bu da Napolyona pul verdi, Louisiana'nı aldı 1803-cü ildə. Nə gözəl, çox əla. Sonra keçirik İstiqlal müharibəsinə. Nə oldu yenə? İngiltərənin başı burada Napolyonla qarışıb, Trafalgar döyüşü falan. İngiltərənin başı qarışıb burada. Fürsətdən istifadə edən Amerika Kanadaya qoşun çıxartdı 1812-ci ildə. Bu xəbəri eşidən İngiltərə Kanadaya birbaşa müdaxilə edə bilməsə də Amerikanın paytaxtı Vaşinqtona müdaxilə elədi. George Washington, elə ilk prezident Vaşinqton şəhərini o saldırıb. Deməli, hücum elədi Vaşinqtona, Vaşinqtonu dağıtdı. İkinci İstiqlaliyyət müharibəsi 1812-ci ildə başlayıb, 1814-cü ildə qutaracaq. Yenə də ABŞ-ın qalibiyyəti ilə qutaracaq. Və ABŞ-ın burada qalib gəlməsi ABŞ-ın xeyrinə olacaq. Düzdür, yenə zərbə görən hindular olur, müharibədə hindular qırılırdı. İngiltərə yenə də Kanadanın özündə saxladı, vermədi. Amma Amerikaya söz verdi ki, sənə müstəmləkəm kimi baxmaqdan əl çəkirəm. Deməli, birinci istiqlaliyyətdə nə dedi ona? Dedi, sənin müstəqilliyini tanıyıram. Demədi ki, sənin əraziyə hücum eləməyəcəm. Dedi, səni tanıyıram. İkinci istiqlaliyyətdə dedi ki, sənə müstəmləkəm kimi baxmaqdan əl çəkirəm. Amma hər ikisində Kanada, İngiltərədə qalıb. İndi sual verərsiniz ki, ay müəllim, durduğu yerdə nə oldu ki, bunlar müharibəyə başladı? Əslində İngiltərə sataşıb Amerikaya. Niyə? Burada dedikdə Avropada aləm dəyib bir-birinə. ABŞ da buradan pul qazanır. Pul qazanıb neyinir? Gətirir burada müharibə eləyən, yəni müharibə olsa nəyinə lazımdır? Gətirir burada ərzaq satır. Bunu görən İngiltərə burada Amerika gəmilərini talan eləyir. Bu da Amerikanın xoşuna gəlmir. Buradan Kanadaya müdaxilə eləyir. Ona görə də İngiltərə bədəlini ödəyir. İstiqlaliyyət müharibəsində məğlub olur, ikinci dəfə məğlub olur və bununla da Kanadanı özündə saxlasa da ABŞ-a müstəmləkəsi kimi baxmaqdan əl çəkmiş olur. Bu da Gent sülhü ilə başa çatıb ikinci istiqlaliyyət Belçikanın Gent şəhərində. Birinci Versal'la başa çatıb, ikinci Gentlə. İkisində də Kanada, İngiltərədə qalıb. Birincidə ABŞ-ın müstəqilliyi tanınıb, ikincidə müstəmləkəsi kimi baxmaqdan əl çəkib. Lap yaxşı. Qayıtlar əvvəlki vəziyyətlərinə, hər öz yerinə. Hər şey gözəldir, hər şey qəşəngdir. Zərbə hindulara dəyib. Olsun. Keçək bu kimdir bəs? Bu 1823-cü ildə bir dənə Monroe doktorinası lazımdır mənə. Nədir ki bunun anlamı? Prezident James Monroe Avropa, Cənubi Amerikanı, başqa adı Latin Amerikasıdır da. İstəyir ki, Cənubi Amerikanı nəsə düzəltsin də, yəni şimalda fermer təsərrüfatıdır, yəni puldur, cənubda quldar təsərrüfatıdır, qul daha çoxdur. İstəyir ki, cənubda da nəsə bir öz hakimiyyətini gücləndirsin də, yəni orada da bir fermer qursun. Quldarlığı ləğv eləsin burada. Amma Avropa bu işə mane olur. İndi Monroe nə deyir? Monroe deyir ki, ay cəmaət, dünya iki hissədən ibarətdir. Avropa, Amerika.
Heç kim işinə qarışmasın. Nə Amerika Avropanın işinə qarışmasın, nə Avropa Amerikanın işinə qarışmasın. Hə, bu Avropanın işinə yaramır axı. Amerika Cənubu da özünə tabe eləsə güclənəcək. Axı günün bugünü kimi ABŞ dünyanın hegemon dövlətidir. Avropa kölgədə qalacaq axı. Monroe deyirdi ki, mən istəyirəm ki, Cənubi Amerikada kapitalizmi, pulu, fermer təsərrüfatını inkişaf etdirim, amma siz mənə mane olursunuz. Dünya iki hissədən ibarətdir. Avropa və Amerika heç kimin işinə qarışmasın. Elə sözdə də qalıb. 19-un 30-cu illərində Cənubdakı köləliyi ləğv eləmək üçün ayağa qalxırlar. Bu adlanır abolisyonistlər hərəkatı, yəni köləliyə qarşı, köləliyin ləğvinə qarşı. Amma ləğv eləyə bilmirlər. Niyə? Əslində burada Cənubda katolik idi. Yuxarı, baxın, şimalla cənubu müqayisə edirəm sizin üçün. Şimalda fermer təsərrüfatıdır. Cənubda quldarlıqdır, eləmi? Şimalla cənub düz gəlmir. Məsələ orasındadır ki, bunların dinində də ayrılıq var. Cənub katolikdir, şimal protestantdır. Və bunlar bir-biri ilə dalaşırlar. Dini baxımdan da bir-birinə yola getmirlər. Həm maddi cəhətdən yuxarı varlıdır, aşağı kasıbdır. Kasıb deyəndə ki, qul çox deyir. Burada qulların rəhbərinə mən quldar demirəm, plantator deyirəm. Plantatorlar. Amma ki, məsələ odur ki, plantatorların, indi quldar deyə bilmərəm də, quldarlıq dövrü deyil axı. Bu plantatorların işinə yaramır ki, burada quldarlıq ləğv olunsun. Bundan əlavə də əhali də dini ayrı seçkiliyi var. Təkcə maddiyyətdən getmir söhbət. Amma abolisyonistlər hərəkatı geniş oldu, düzdür. Köləliyə qarşı idi, köləliyin ləğvinə qarşı idi. Amma öhdəsindən gələ bilmədi. Olsun. Keçək, gətirək əsas kişini. Avram Lincoln. Burada iki dənə partiya var əslində. Bir 1828-də yaranan Demokratlar Partiyası, hakimiyyətdə oturanlar. Bir də 1854-də yaranan Respublikaçılar Partiyası. Baxmayaraq ki, ilk demokratlar yaranıb, ilk hakimiyyətə gələn Respublikaçılar Partiyasından Avram Lincoln'dur. Demokratlar ilk yaransa da hakimiyyətdə ilk gələnlər, məsələn, mən də müəlliməm, digər müəllim də müəllimdir. Birinci mən gəlmişəm, tutaq ki, Səbinə müəllim sonradan gəlib, eləmi, tutaq ki. Amma Səbinə müəllim sonradan gəlsə də Səbinə müəllim keçir olur direktor, mən hələ də müəllim kimi qalıram. Deməli, ilk partiya Demokratlar Partiyası olsa da, növbəti partiya Respublikaçılar yaransa da, hakimiyyətə ilk gələnlər Respublikaçılar Partiyası olub. Aha, olsun. Plantatorlar heç bir partiyada olmurdu. Niyə? Çünki bunlar qulların rəhbəri olduğu üçün bunlar heç bir partiyaya qoymurdular. Kəndli belə var idi partiyalarda, amma plantatorlar yox idi. Aha, anladıq bunu da. Avram Lincoln. Artıq Avram Lincoln'un adı çəkiləndə hamı bilirdi ki, o gəlsə köləlik ləğv olunacaq. Gəldi, hakimiyyət illəri 1861-dən 65-ə qədər hakimiyyətdə olacaq. Elə də ölkəsi də vətəndaş müharibəsidir. Onun dövrü daha doğrusu vətəndaş. Bunun öz hakimiyyəti elə bir 60-da gəlib. Amma 61-dən hesablandı, ilin sonu gəlib. 60-65 hakimiyyəti də elə gəlib, 61-dən 65-ə qədər ölkədə vətəndaş müharibəsi olub. Şimalla cənubun arasında, yəni fermerlərlə qulların arasında müharibə başlayacaq. Cənub deyəcək ki, biz çıxırıq ştatlardan. Çıxdılar. Ayrıca ştatlar yaratdılar özləri üçün. Amerika Ştatlar Konfederasiyası. Paytaxtlarda Richmond. Amerika Ştatlar Konfederasiyası, aşk. Paytaxtlarda Richmond. Olsun da. Avram Lincoln bundan qorxandı. Şimalla cənubun arasında müharibə başladı 1861-ci ildə. Yəni ABŞ-la aşkın arasında da deyə bilərik. Təbii ki, ilk addımda Avram Lincoln'un bu işə laqeyd yanaşması, Avropanın Cənubi Amerikaya köməyə gəlməsi, İngiltərə idi, Fransa idi, Cənuba, çünki şimalın güclənməsindən qorxurlar. Cənuba köməyə gəlməsi, Cənub qalib gəldi ilk döyüşdə. 1861-62 birinci mərhələdə Cənub ştatları qalib gəldi. İngiltərə ilə Fransa bunlara daha qəşəng köməklik göstərmişdi. Hətta bunlar istəyirdilər ki, Amerikanın paytaxtı olan Vaşinqtonu ələ keçirsinlər, ABŞ-ı devirsinlər. Avram Lincoln oyandı, dedi, bunlar neynirlər? Necə müharibədə qalib gəlmək olar? Çağırdı buradakı kasıbları. Dedi, sizə torpaq verəcəm, sizə azadlıq verəcəm, çəkilin qırağa. Kasıblar da razılaşdı. 1862-ci ildə kasıblara azadlıq verdi. Azadlıq bəyannaməsi deyirik buna. 2.
homesteadlər haqqında qanun. Homestead boş torpaq deməkdir. 65 hektar, yəni 160 AKR yazılır kitabda, AKR. Bu 65 hektar torpaq verdi hər bir kəndliyə. Dedi, aparın istifadə edin, 5 il qalsın sizdə. İstifadə eləsəz alınmayacaq əlinizdən. İstifadə etməsəz alınacaq. Nə istifadə edilməyəcək? Kəndin torpağı olsun, istifadə eləməsin. 62-ci ildə Avram Lincoln elə bir oyandı ki, mən məğlub oluram döyüşdə. Ona görə də kasıbları çəkdi öz tərəfindən, onlara azadlıq və torpaq verdi. 63-də köləliyi ləğv elədi. Yəni qalib gəldi. Azərbaycanda Zaqatala üsyanı olan ildə köləliyi ləğv elədi. Allah, gözəl. Və Amerika nəhayət ki arzusuna çatdı. 65-ci ildə daxil oldular Aşqın ərazisinə, paytaxtını da tutdular. Bununla da Şimal tam qələbə çaldı və ABŞ bütövləndi. 60-da köləlik ləğv olundu, 65-də Aşqı ləğv elədilər. Aşq nə vaxt yaranmışdı? 61-də vətəndaş müharibəsi başlayanda. 65-də ləğv elədilər. Avram Lincoln getdi teatra tamaşaya baxmağa. Yazığı vurub öldürdülər tamaşada. Sui-qəsdən Avram Lincoln öldürüldü. 1866-cı ildə onun tərəfdaşları konstitusiyaya əlavə elədilər ki, qaralarla ağların arasında heç bir fərq yoxdur. Qaralarla ağlar bərabərdir. Vətəndaş müharibəsi qutardı, ölkə birləşdi. Nə oldu? Axı nəyə yol açdı? Nəyə yol açmaz? İnkişafa, yeni ixtiralar oldu, dəmir yolları çəkildi. Əslində dəmir yollarının çəkilməsi 1830-dan başlayıb, abolisyonistlər hərəkatı olan dövrdə, quldarlığa qarşı üsyan olanda. Amma genişləməsi 60-cı illərdə vətəndaş müharibəsindən sonra. İnkişaf dalayacaq. Amerika 19-cu əsrin sonudur, dünyada birinciliyi əlinə alır. Keçir önə. Məsələ orasındadır ki, bu torpaqlarını da yavaş-yavaş satın alır. Qeyd etdiyim kimi, ya pulla, ya məcbur. 1803-də Luiziyananı aldı. Hardan? Fransadan. 1803-də Napoleona pul verdi, Luiziyananı aldı. 1846-cı ildə İngiltərəyə pul verdi, Greqan ərazisi var, oranı aldı. 1848-ci ildə aşağıda Meksikaya pul verdi, Meksikadan Yeni Meksikanı aldı. Özdə bu pulu da verəndə elə xoşluqla almırdılar o pulu, dögülə-dögülə alırdılar. Və ən əsası 1867-ci ildə Rusiya Alyaskanı satdı ona, Alyaska. Rusiya Alyaskanı satanda söhbət kimin dövründən gedir? 1855-81, 2-ci Aleksandrın. 2-ci Aleksandr Alyaskanı satdı. Niyə? Çünki 2-ci Aleksandrın dövründə biz bilirik də ölkədə vəziyyət yaxşı deyildi. İslahatlar falan keçirtirdi. O Paris sülhü ilə Qara dənizdən çıxmışdı. Sonra Londondan Qara dənizə qayıtmışdı. Yadınıza düşürdü o dərslər. Bu da Alyaskanı satdı. Niyə? Gördü buzdur da bütün kimə lazım deyib Alyaska. Amma sonra zaman keçdikcə, iqlim mülayimləşdikcə Alyaskanın altından xəzinələr çıxdı ki, gəl görəsən, Amerika dünyanın bir nömrəli ölkəsi oldu. Və Rusiya peşman, əməlli başlı peşman. 20-nin əvvəllərindən başlayaraq ABŞ keçdi birinci yerə. ABŞ çıxdı birinci yerə. Sənaye istehsalına görə oldu birinci yerə. Şirkətləri böyüdü. Standart biz dedik ki, dünya bazarında nefti Azərbaycan Nobel şirkəti ilə bölürdü. Standart oil şirkəti var idi. Başladı dünyanı idarə eləməyə, dünyanı bölməyə. Dünyanın ağası olmağa.